Hamıya salam. YouTube kanalımın ilk videosuna xoş gəlmisiniz. Mənim adım Gönçədir. Bu da mənim YouTube kanalımdır və ilk videomdur. Əslində bu videonu çəkməyə və bu kanala başlamağa mənim 7 aylıq bir süreç var, 7 aylıq bir zaman var ki, mən nə barədə video çəkim deyə fikirləşmişəm. Hər dəfə də çəkdiyim videoları sonra baxandan sonra heç editləməmiş silmişəm. Ümid edirəm ki, bu dəfə elə olmayacaq. Burada artıq əminəm ki, bu dəfə elə olmayacaq. Bu kanaldan mən söz vermirəm ki, məndən hər kəs bir şey öyrənəcək. Çünki mən müəllim deyiləm, nəsə öyrədim və yaxud da ki, life coach deyiləm ki, həyat necə yaşamaq lazımdır haqqında məsləhətlər verim. Mən sadəcə öz beynimdən bu həftəyə, bu ay, bu gün nələr keçirsə, onları danışmaq istəyirəm bu kanalda. Elə bilin ki, bir dostunuzla oturmusunuz və bir yerdə çay içirik, söhbət edirik. Mən burada punktlar yazmışam ki, nədən danışacağam və yəqin ki, başlıqdan gördüyünüz kimi bugünkü mövzumuz, ilk mövzumuz biz niyə mükəmməl deyilik və niyə mükəmməl olmamalıyıq? Məncə mükəmməl, ümumiyyətlə birinci danışmaq istəyirəm ki, mükəmməllik qavramı nədir, mükəmməllik anlayışı nədir? Mükəmməllik anlayışı yoxdur. Çünki biz insanıq və hər bir insanın həyatda müəyyən qədər etdiyi səhvlər olur və yaxud da ki, məsələn, tutaq ki, yeni il vaxtı sən keçmiş ilə baxıb onda fikirləşsən ki, o vaxt ki, mən niyə belə hərəkətlər eləmişəm keçən il ya da məsələn, illər əvvəlinə 15 yaşına baxıb deyirsən ki, bu doğrudan mənəm, doğrudan belə fikirləşirdim ya nə isə indi kimsə ola bilər ki, özünə məktub yazır gələcəyinə və açır sonra o məktubu oxuyur, deyir ki, bu nə absurd bir şeydir ya da əksinə deyir, nə yaxşı yazmışam. Odur ki, yəni insan dəyişən bir varlıqdır və hər dəfə fikirlərimiz, ehtiyaclarımız, həyat tərzimiz, yaşadığımız yer, hər şey dəyişdiyinə görə və yaxud da ki, dövrümüz də get-gedə daha mükəmməlləşmək deməyim, amma daha irəlilədiyinə, daha inkişaf etdiyinə görə elə biz də yerimizdə durmuruq və dəyişirik. Və dəyişkən bir şeydən onun sabit, ideal, mükəmməl olmasını gözləyə bilməzsən. Robotlar da mükəmməl deyil. Elə robot var ki, məsələn, onu çox yaxşı kodlaşdırmasan, o bir müddətdən sonra öz prinsipinə uyğun işləmir, öz məqsədinə uyğun işləmir. Mən uşaqlıqdan kitab oxumağı çox sevən bir insanam və doğrudan da məktəbə getməmişdən əvvəl artıq yazmağı, oxumağı bacarırdım və mən 1-ci sinifə gedəndə belə bir memory yadımdadır. Çox gülməli bir anıdır, çox gülməli bir xatirədir, amma bunu deyəcəm. Mən məktəbdə 1-ci sinifdə bizə A hərfini keçirdilər və indi deyəsən səhv eləmirəmsə print version keçirdilər, amma bizə hüsnxətt tərzində keçirdilər. Biz hüsnxəttlə yazı öyrənmişdik və biz A hərfini öyrənəndə, daha doğrusu müəllim A hərfini keçəndə sinifdə istədi ki, kiçik A hərfi yumrudur və ona oxşar başladı lövhədə hərfləri yazmağa. Mən də o hərfləri bir-bir öz ürəyimdə ki, aha bu Q hərfidir, bu D hərfidir, bu Ğ hərfidir və niyəsə görə də Ğ hərfi daha çox yadımda qalıb bu mövzuda. Bilmirəm nəyə görədir. Və mən gördüm ki, uşaqlar belə şoka düşürlər ki, A hərfə bax filan. Və mən o an düşündüm ki, siz bunları bilmirdiniz, yəni mən onları bilirdim. Sinifdə siz niyə bilmirsiniz? Və o mən bəlkə də bu həyatda ilk dəfə insanların fərqli olduğunu realize elədiyim, aydınlanma yaşadığım bir an idi ki, mən insanlar hamı mənim kimi deyil, hər kəs başqa cürədir dediyim bir şey olmuşdu. Çünki uşaqlıqda mən bağçaya getməmişəm və mənim belə ətrafımda çox insan olmayıb. Baxmayaraq ki, həyətdə dostlarım olub, oynamışam onlarla, amma yenə də belə ünsiyyət qura biləcəyim çox da insan olmayıb. Ona görə də mən elə bilirdim ki, hamı mən necə yemək yeyirəmsə elə yemək yeyir. Hamının anası evdə, mənim anam məndən necə danışırsa elə danışır. Ya da nə bilim, hamının qardaşı onunla elə oynayır, hamının oyuncaqları eynidir. Yəni belə bir fikir var idi məndə çox absurd bir şəkildə. Və o fikri həmin anda ilk dəfə yıxdım. Hələ də bəzi insanların bizim kimi olmağını gözləyirik, amma o insanlar heç vaxt bizim kimi olmayacaq. Çünki hər kəs fərqli mühitdə yaşayıb. Heç fərqli mühitdə yaşamasa da bir evdə yaşayan iki bacı qardaş, məsələn, baxırsan ki,
çox fərqli istiqamətlərə gedirlər böyüyəndə. Düşüncələri, fikirləri, hətta bəzən dinləri belə fərqli olur. Hansı ki, onlar eyni mühitdə, eyni ana ata yanında böyüyüblər. Yəni eyni məktəbə bəlkə də gediblər. Amma hər insan həyata başqa pəncərədən baxır və bu qədər fərqli və bu qədər dəyişkən bir məxluqa, yəni insana biz mükəmməl ol deyə bir əmr verə bilmərik. Bu ümumiyyətlə özü absurd bir şeydir. Mənim uşaqlıqdan bəri sınadığım çox hobbilər olub. Yəni rəsm çəkmək, dediyim kimi kitab oxumaq. Mən gitara ilə məşğul olmuşam bir ara gimnastika ilə məşğul olmuşam. Uşaqlıqda şahmata getmişəm. Yəni hər şeyi sınamışam demək olar ki. Və ümumiyyətlə məktəbdə də bütün dərsləri oxumuşam bir-bir ki, baxım hansı mənə daha yaxşı təsir eləyir, hansında özümü tapa bilirəm. Əlbəttə ki, heç birində tapa bilməmişəm. Amma birini seçməli idim. Yəni bir istiqamət üzrə ya texniki ya humanitar üzrə getməli idim və mən də texnikini seçdim. Düşünürəm ki, bu daha mənalı oldu mənim üçün. Əslində bu başqa videonun mövzusudur. Belə bir video çəkəcəm ki, tutqu məsələsi, hansısa bir şeyə nəyə görə səni ifadə edən bir şey, səni ifadə edən dərs, səni ifadə edən peşə, bu barəsində video çəkmək olar bu arada. Burada yadıma düşdü. Yəni mənim bütün bu hobbilərim və yarımçıq qalan bir çox şey, məsələn, gitara. Mən 8-ci sinifdən 9-cu sinifə keçəndə bir müddət gitaraya getdim və çox da yaxşı alınmırdı məndə. O qədər də super alınmırdı. Çünki hələ yeni idim və musiqi haqqında heç bir şey bilmirəm, notları bilmirəm, heç nə bilmirəm. Baxmayaraq ki, əslində musiqi məktəbinə getmək istəmişdim, lakin alınmamışdı. Mən piano istəyirdim, amma düşündüm ki, gəl gitaranı yoxlayım. Və yoxladım. Özüm bundan həzz alırdım, yəni özümün xoşuna gəlirdi özüm çalmağım falan. Amma yəni qıraqdan tutaq ki, məktəbdə sən hansısa bir tədbirdə ya da ki, hansısa bir insanla danışanda, onunla gitara çalanda onlar mənə sən mükəmməl çala bilmirsən, hamını eyni ritmlə çalırsan, akordları bilmirsən, nə bilim, zəifsən deyəndə mən buna biraz əsəbləşirdim. İndi də desələr, indi də əsəbləşirəm. Çünki sən why are you judging me də? Bu arada mən milyon dənə dil danışa bilərəm bu kanalda. Mənə deyirdilər ki, nəyə görə bunu çala bilmirsən, niyə görə mükəmməl deyilsən? Yəni əslində sual olaraq niyə görə mükəmməl deyilsən soruşmurdular. Sadəcə insanların expectationları, gözləntiləri o idi məndən ki, mən gitaraya getdim, deməli yaxşı çalacağam. Yox, belə bir şey yoxdur. Mən sadəcə hobbi olaraq özümü sınamaq üçün, ya nə bilim, elə sadəcə həzz almaq üçün gedirəm, yəni. Mən sadəcə istəyirəm ki, o kursa gedim, yəni. Başa düşürsüz, budur. Və yaxud da indi mən həvəskar rəssamam, yəni professional deyiləm, özüm üçün evdə şəkil çəkirəm. Studiyam yoxdur. Və mən bundan əlavə də burada drawing lessons götürürəm, yəni ki, rəsm çəkmə dərsləri götürürəm və o dərslərdə artıq çalışıram ki, mükəmməlləşdirim. Düzdür, yenə də mükəmməl deyiləm və mükəmməl olmaq üçün üzərimdə bəlkə bir 5-10 il işləməliyəm ki, o mövzuda mükəmməl olum. Amma bu məni narahat eləmir, çünki mən heç bir sahədə professional olmaq istəmirəm. Mən sadəcə hər şeydən kiçik-kiçik biraz götürüb qram-qram özümə nəsə bir maraqlı bir həyat yaşamaq istəyirəm. Yəni bir şeyə bağımlı olaraq ya da bir istiqamət üzrə, sırf o istiqamət üzrə işləyib başqa şeyləri qaçırtmaq istəmirəm. Və bir də bir şey var ki, nə qədər çalışsaq da, çox yaxşı hüquqşünas da ola bilərik, çox professional həkim də ola bilərik, nə də ola bilərik, amma insan səhv eləyə bilən bir varlıqdır və onsuz da heç nədə tam mükəmməl ola bilməz. Onda bizim heç yaradana ehtiyacımız qalmazdı. Biz mükəmməl olsaydıq, yəni biz mükəmməl deyilik. Bunu anlamaq lazımdır. Bu həmçinin aiddir abituriyentlərə. Mən də abituriyent idim keçən ilə qədər və həyatımızın 2 ili bizim demək olar ki, məhv olur. Üzr istəyirəm, mən burada heç kimə motivasiya verməyəcəm. Şəffaf həqiqətləri danışacağam, şəffaf öz hisslərimi danışacağam ki, mən nə hiss edirəm bu barədə. Biz abituriyent vaxtı, məsələn, televizorda görürdük ki, 700 bal yığıb bu uşaq, həmən heç telefona baxmamışam, mən su içməmişəm, yemək yeməmişəm, 700 bal yığmışam və bizdən də müəllimlər, valideynlər, nə bilim, kimlər eyni onun kimi olmağımızı gözləyirdilər. Amma bir şey var ki, o insan onu bacara bildi
öz üzərində işlədi. Bəlkə mən öz üzərimdə işləmək istəmirəm. Bəlkə o 700 balı yığmaq mənim üçün belə böyük bir məna ifadə eləmir. Ümumiyyətlə mükəmməl olmaq anlayışı. Mən o vaxtda düşünürdüm və deyirdim ki, məsələn, mənə deyəndə ki, sən niyə onlar eləyə bilir, sən niyə eləyə bilmirsən? Kimsə deyəndə hər hansı bir şəxs. Mən də deyirdim ki, çünki mən eləmək istəmirəm, eləyə bilmirəm sözünü heç vaxt deməmişəm. Çünki 700 yığa bilərdim ya da nə bilim çempion ola bilərdim, olimpiyadada birinci yerə çıxa bilərdim əgər istəsəm və çalışsaydım. Onların hamısını eləyə bilərdim ki, öz üzərində çalışdığım və istədiyim şeyləri doğrudan əldə eləmişəm. Sadəcə mənə lazım deyildi olimpiyada çempion olmaq ya da 700 balla universitetə girmək ki, bu sadəcə mənə qəribə gəlirdi ki, nəyə görə belə olmalıyam, kimsə elə olub deyə mən özüm olmaq istəyirəm, mən mükəmməl olmaq istəmirəm. Yəni mən özüm hər şeydə mükəmməl deyiləm. Çox yaxşı mükəmməl gitarı çala bilmirəm. Hətta bir ara verdiyimə görə hal-hazırda akkordların cəmi ikisi yadımdadır. A minor, bir də E minor yadımdadır, bir də D yadımdadır. Hə. Başqa belə gitarı çalana bilər. Heç bir akkordeon yadımda deyil ki, onları necə tuturduq filan. Ritmlərin çox az hissəsi yadımda qalıb. Və yaxud da ki, kitab oxumağı məsələn, mən 4 gündür bir kitaba başlamışam və o kitabın 4 gün içində cəmi 90 neçə səhifəsini oxumuşam. Çünki sadəcə biraz oxuyuram və ürəyim sıxılır, bağlayıb kitabı yerinə qoyuram ya da nə bilim başqa bir aktivite tapıram. Mən o kitabı 5 günə bitirib bir aya 10 dənə kitab ilə milyon dənə kitab oxumalı deyiləm. Yəni bu rəqabət deyil, həyat. Biz niyə yarışırıq ümumiyyətlə? Nəyə görə kimdənsə yaxşı olmağa çalışırıq? Olmayaq, yəni. Mükəmməl olmayaq. Hər kəs öz həyatını yaşasa və öz sevdiyi işlə məşğul olsa, həm özü rahat olacaq, həm də qıraqdakılar rahat olacaq. Yəni heç kimə ilişməyəcəksən, onlar sənə ilişməyəcək. Görəcəklər ki, sən vecvə deyil. Mən artıq 7 aydır, səhv eləmirəmsə, Amerikada yaşayıram və artıq ingilis dilini native səviyyədə, yəni ki, yerli insanların danışdığı səviyyədə danışıram və başa düşürəm. Bundan əlavə akademik ingilis dilində məktəbdə keçdiyimə görə bilirəm. Lakin mən yenə də bəzən danışanda insanlarla çaşıram. Elə sözlər olur ki, tələffüzdə çaşıram. Elə sözlər olur ki, ümumiyyətlə yadıma düşmür ki, bunun tərcüməsi nə idi. Ya da ingiliscə çox danışandan sonra Azərbaycancasını unuduram. Baxmayaraq ki, ana dilimdir. Bunlar hamısı ola bilən bir şeydir və mən düşünmürəm ki, kimsə məndən onu gözləməlidir ki, hə, Amerikaya getmisən, mütləq 100% səlis ingilisini danışmalısan. Heç ingilislər, amerikanlar özləri səlis danışa bilmirlərsə, mən necə danışım? Yəni 3-4 il ingilis dili öyrənmişəm. Tutaq ki, 11 il məktəbdə keçmişəm və bununla səlis danışmaq olmur. Bu mümkün deyil. Sən mükəmməl olmalı deyilsən, yenə də gəlir ona çıxır ki, doğrudan da heç nə perfect deyil və olmalı da deyil. Deyəsən çox danışdım. Bilmirəm sona qədər kim baxdı. Sona qədər baxan hamıya təşəkkür eləyirəm. Əgər nəsə bir mövzu haqqında fikirlərimi bilmək istəyirsinizsə, kommentlərə yaza bilərsiniz və mən oxuyub cavablandıra bilərəm ya da ki, ona aid bir video çəkə bilərəm. Bilmirəm gələn videonu bir aydan sonra çəkərəm, bir həftədən sonra çəkərəm, 3 gün sonra çəkərəm, amma yəqin ki, bunun davamı olar əgər bu YouTube-a getsə. Bu da o birilər kimi qalmasa. Amma məsələn, o da problemdir ya. Videolarımı çəkirəm və onların mükəmməl olmadığını görüb onları atmıram YouTube-a. Halbuki mən də bunun əslində bu bariyeri aşmalıyam, bu sərhəddi aşmalıyam. Çox sağ olun dinlədiyiniz üçün. Gələn videolarda görüşərik.